Burada maraqlı sual var. Sual ondan ibarətdir ki, şiələr deyir ki, bizim imamlarımızın qəbirlərini dağıdırsınız. Qəbir yerlə bir olmalıdır deyirsiniz. Amma İbn-i Teymiyyenin qəbri qızıldandır. Sualın ikinci hissəsi odur ki, deyirlər ki, biz ona görə ağamız Əlidən şəfa istəyirik ki, Allah Quranda mənə yaxınlaşmaq üçün özünüzə vasitəçilər götürün, deyir. Cavab odur ki, birincisi, hədis var, Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisi Əli radiyallahu anhuya tövsiyə eləyir. Əli radiyallahu anhuya deyir ki, ey Əli, məndən sonra yüksəldilmiş qəbirləri dümdüz etmədikcə buraxmayın. Bütün qəbirləri dümdüz et. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm vəfatından sonra Əli radiyallahu anhu bu vəsiyyəti tətbiq eləyir. Hansı ölkəni fəth eləsə, hansı şəhəri fəth eləsə, qəbir sandıqlarına gedərdi, oradakı yüksəldilmiş qəbirlər dümdüz edənə qədər dayanmazdı. Və bu Əli radiyallahu anhunun etdiyi əməllərdən biridir. Və İslam dinində qəbir yüksəltmək haramdır. Sadəcə bir az yerdən hündür olunur ki, bilinsin ki, bu qəbirdir. Bu bir. İkinci məsələ, insan nəyə görə dəfn olunur? Hətta bədəni çürüməsin deyə, hətta bədəni iylənməsin deyə, hətta insanlar ondan diksinməsin deyə. İnsan torpaqdan gəlib torpağa gedir. Deməli, ruhdur, ruh da gedir bərzəx aləminə və orada ya bərzəx aləmində cənnətin nemətlərinin birinin içində olur, ya da cəhənnəm quyularının birinin içində. Bu kim istəyir, ölsün, getsin, onun qəbrini tikmək, dağıtmaq, yəni ki, qəbirlə ilgili olan şeylərin hamısı insana nə xeyr gətirən şeylərdən biri deyil. Bu ikinci məsələ. Üçüncü məsələyə gəldikdə, birincisi bu Şeyx İslam İbn Teymiyyenin qəbri qızıldan deyil. Kim bunu deyirsə yalan danışır. Normal qəbirdir. Əgər o da sübut olunsa ki, onun qəbridir. Və həmçinin fərz eləyək ki, İbn Teymiyyenin qəbri məsələ yüksəldilib qızıldan, gümüşdən, brilyantdandır. Bu dəlil deyil ki, qəbri ucaltmaq olar. İbn Teymiyye yox, kim istəyir o olsun, hökm hamıya aiddir bu. Və bundan da əlavə İbn Teymiyye bəyən nəsiyyət edib ki, mənim qəbrimi yüksəldin. İnsan həyatı boyu İbn Teymiyyenin kitablarında bu şeylərdən çəkindirir. Deyir ki, bu kitab əhlinə bənzəməkdir. Peyğəmbər s.ə.v onlara bənzəyənləri lənətləyibdir. Və İbn Teymiyye öz həyatında, öz vəsiyyətində də eləyib ki, belə şey olmaz. O ölüb getdikdən sonra, Allaha təslim olduqdan sonra, dünyanı tərk elədikdən sonra insanlar ona nə etdi, nə etmədi, o bundan məsuliyyət daşımır. Bu insanların cəhalətindən və bu insanların dindən uzaqlığından meydana gəlir. Və ayrıca əgər qəbir ucaldılmaq, qəbri ucaltmaq, tikmək, böyütmək, pirə çevirmək icazəli olsaydı, Rasulullah sallallahu aleyhi və səlləm qəbrini tanıdığı peyğəmbərlərin qəbrini elə eləyərdi. Sevdiyi, həyatında öldüyü insanların qəbrini o şəkildə yüksəldərdi. Peyğəmbər s.ə.v həyatdaykən övladları dünyasını dəyişdi. Sevdiyi əmisi Həmzə radiyallahu anh dünyasını dəyişdi. Ən çox sevdiyi sahabə, Mədinəyə göndərdiyi ilk səfir olaraq Mus'ab ibn Ömeyr radiyallahu anh həyatını dəyişdi. Və Sə'd ibn Muaz, ansarların ağası, Peyğəmbər s.ə.v həyatında dünyasını dəyişdi. Hansı ki, onun vəfatı ilə Allahın ərşi titrəyir, ona hörmət olaraq. Və bir çox sahabələr, Osman ibn Məz'un, ən çox Peyğəmbər s.ə.və yaxın olan Bəqiyə ilk dəfn olan sahabə dünyasını dəyişdi. Hansı sahabənin qəbrini Peyğəmbər s.ə.v yüksəltdi? Peyğəmbər s.ə.v gözünün önündə 70 dənə sahabəsi Uhud döyüşündə şəhid oldu. Hamısını əlləri ilə bir-bir torpağa verdi. Hansının qəbrini Peyğəmbər s.ə.v ucaltdı? Tam əksinə, sahabələrine dedi ki, yüksəldilmiş qəbirləri gördüyünüz zaman yerlə yesken eləməmiş onları buraxmayın. Təbii ki, bu fərdi insanların üzərinə düşən məsələ deyil bugünkü gündə. Bunu hakim eləməlidir, bunu qazi eləməlidir. Bu şərii hökmü bunun budur. Peyğəmbər s.ə.v dinində yoxdur. Çünki bu şeylərin hamısı, qəbirləri bəzəltmək, qəbirləri ucaltmaq, qəbirləri tikmək, qəbirlərə ibadət etməyə dəvətdir bir növündə və buna səbəb ola bilər. Bu birinci qismi. İkinci qisminə gəldikdə Allah Azza və Cəllə Quran-ı Kərimdə deməsi ki, vəsilələrdən istifadə edin Allaha yaxınlaşmaq üçün. Burada Allah Azza və Cəllə vəsilə deyəndə salih əməllər nəzərdə tutur. Bütün təfsir alimləri bu şeydə icma edib ki, nəzərdə tutulan salih əməllərdir. Sizin vəsiləniz namaz qılmaq, oruç tutmaq, zəkat vermək, həccə getmək, təsbih etmək, zikir etmək və s. kimi.
Burada o demək deyil ki, sən gedib insanlardan Allaha, Allahdan istəyən kimi insanlardan istəməlisən. Onda nə fərqi var ki, Hindistanda bütpərəst, bütlərə ibadət eləyən, bütlərə sitayiş eləyən, onların adını çəkib kömək istəyənlə, başqa bir qəbir sahibinə kömək istəyən arasında nə fərqi var ki? Onların inancına görə onlar da salihdir. Onda o zaman xristiyanlar bugünkü gündə xaça ibadət edir, xaçı vəsilə tuturlar Allaha yaxınlaşmaq üçün. Bu o deməkdir ki, onların istifadə etdiyi xaç doğrudur. Və yaxud da Yahudilərin embleması Süleyman Aleyhisselamın güya məbədinin nişanəsidir. Ona sitayiş edirlər. Bu o deməkdir ki, bu vəsilə doğrudur. Və ayrıca Əhl-i Beytdən kim ölmüş bir insanı vəsiləyə tutub Allaha yaxınlaşmaq üçün? Kimsə bir dəlil gətirə bilərmi? Əli radiyallahu anhu ən çox sevdiyi insan kim idi? Fatimə radiyallahu anhə ən çox sevdiyi insan kim idi? Muhammed sallallahu aleyhi ve sellem. Əli radiyallahu anhu bir dəfə də olsa onların qəbirlərini, onların zatlarını, şəxsiyyətlərini Allaha yaxınlaşmaq üçün vəsilə tutubdur. Bir dənə dəlil gətirə bilərlər, gətirə bilməzlər. Hamısı tək Allaha, tək olan Allaha ibadət ediblər. Ancaq ondan istəyiblər, ancaq ona sığınıblar, ancaq ona güvəniblər. Bütün ibadət növlərinin hamısını ona sərf ediblər. Bütün imamların hamısı elədir. İxlasla.com saytı tərəfindən təqdim olundu.